Sizə 91-ci ilin 1-ci Qarabağ müharibəsinin əfsanələri olan, qəhrəmanları olan döyüşçülərimizi canlı olaraq təqdim edəcəm sizə. İndi hazırda kadrda şəkildə gördüyünüz Koroğlu ləqəbli bizim Füzuli müəllim böyük döyüş yolları keçiblər. Bizim 1-ci Qarabağ savaşında mənfur erməni düşmənlərinə qarşı savaşıblar. Bax, indi hal-hazırda Füzuli müəllimin, bizim Koroğlu'nun iş otağındayıq, kabinetindəyik və onun silahdaşı, döyüş yoldaşı, Dərviş ləqəbli Ədalət müəllim buradadır. Füzuli müəllim şeydə olsa bizim üçün 1-ci Qarabağ savaşından bizim gənclərimiz üçün, yeniyetmələrimiz üçün açıqlama verərdim. Azərbaycan Vətən müharibəsi və tanınlar işləmə birinin sədri Ekatolog Zabit kimi müharibəli Füzuli Zagülüyor. Mən bütün vətən sevərləri, Qarabağ sevərləri, Azərbaycan sevərləri hamısını salamlayıram. Hamısını özümdən can sağlığı və bütöv Azərbaycan arzu edirəm. 1991-ci ilin oktyabrın 9-daki fərman verildi ordu yaradılması haqqında. Təbii ki, o vaxt meydan hərəkətində, yəni mitinglərin təsiri ilə həmin hərəkətdə bizlər də vardı. Yəni, Əbələklər də oradaydı, yəni başqa yoldaşlar da. Bütün şəhidlərimizin ruhu şad olsun. Razı vətənlərimizin Allah canını sağ eləsin. Bir çox çıxışçılar elə ancaq təbii ki, şəhidlər bizim baş tacımızdır. Onların haqqı yoxdur. Buranı geri təmiz olan hər bir şəxsəzdir Azərbaycanı. Son nəfəsə qədər şəhidlərimizi anmalıdırlar. Çünki şəhidləri ölmüş, şəhidlərə vaxt olur ki, şəhidlər onu duyur. Amma təbii ki, qazilərimizə və can sağlığı. Amma əsas bu müharibə vətənləri ki var, yəni sağ qalanlar olan taliyinə o yazılıb. Ən çox əziyyəti çəkənlər də onlar olub. Yəni şəhidlərimizin meydində çıxardan həmin vətənlərimizdir. Yaralı qazilər döyüş bölgəsindən polunda edirlər, oradan uzaqlaşdıran da həmin vətənlərimizdir. Və bayraqlarımızı da ucaldan və 2-ci Qarabağ müharibəsində, yəni mən də 2 demirəm, mən sonuncusunda da yəni həmin insanlar öndəydi və mən də öz oğlumdan o vaxt 1-ci müharibədə 3 bağça uşağı evdə görüb, döyüşə yolanan kişilərdən biri olmuşam, işimdə biri olmuş idi. Amma vətən hər şeydən ucadır. Mən həyatımla sübut eləmişəm ki, vətən mənə canımdan da, balamdan da əzizdir. Çünki 44 günün müharibədə də ilçimiz Zagülüyevdə 2 balasını döydü və döyüşə yollandı. Vahşi komanda ləqəbini aldı, böyük qardaş ləqəbini aldı. Yaralandı və döyüşü tərk eləmədi. Yəni, sağ olsunlar jurnalistlərimiz, insanlarımız, qiymət verənlər, yəni Atalığa bir mahnı da qoşulub, sənətli. Oğulur, vətən aşıqları, ünlülərin yoldaşda göndərəcəklər. Erməniləri görüb, yeganə epizodu 44 günün müharibədə, erməni əsgərlərinin forması, öz əsgərlərini geydirib, təzədən geri erməniləri açıb götürüb gəlmişdilər. Yəni, bir 44 gündə olan bir maraqlı bir epizoddur. Bir atanın davamçı İqazoğlu. Mən yenə qayıdıram 91-ci ilə, təbii ki 91-ci ildə imperiyanın, SSR-nin çöküşü və hər şey sıfırdan başlayırdı. 91-də könlü gələnən hər biri mənim üçün bir qəhrəmandır. Yəni o vaxtı biz bilmirdik ki, veteranlıq olacaq, biz bilmirdik maaş olacaq. Hətta geyməyə paltarımız yox idi, heç bir silahımız yox idi. Mən növbətçi hərbisi olanda silahımız əvvələt təsdiq ediblər. Kvat, bəzilər kutlar deyir, onu götürmüşdür. Sonra rəhməti Atatürk İslam hərbəti bir avtomat gətirib çıxartmışdır. Hələ orada Rus hərbiçilərdə qalmışdır. Bir işliklə oradan da qorxdu, Rus məyorunu. Bizdə istəmədik. Yəni ki, birisi nətərdir? Sıfırdan başladı və təbii ki, o vaxtı daxildə da ordunun yaranması istəməyən qüvvələr var idi. Başımıza çox onlar gəldi, amma bizim içimizdə bir iman və bir ruh var idi ki, biz ordunu yaratmalıyıq və həmin bu şərəfsiz ermənilərə öz qüdrətimizi, gücümüzü göstərməliyik.
çətin də olsa, yəni təchizatın sıfır olması. Adi Daşaltı əməliyyatında bizim üçün rabitə artıq müharibənin 2-ci günə keçirdi. Rabitə əlaqəsi deyilən, Rusiyada elə bir şey yox olur. Sahib bizlər döyüşü görəndə payladılar. Yəni bütün bu məhlumiyyə çətinləri keçərək axır ki güclü ordu quruldu. Onların gəlişindən sonra da ordu quruldu, bu da davam elədi. Və təbii ki, axırıncı müharibədə Müzəffər Ali Başkomandan olacağını sağ eləsin. Son 200 yılda birinci dəfədir ki, biz torpaqlarımızı azad elədik və bu işdə yenilərim. Kimlərin əziyyəti varsa, istər siyasi, istər maddi, istər texniki cəhətdən hansı dövlətlər belə hamısı çox sağ olsunlar ki, yəni ən azı təbliğat formasında haqq bizim haqq işimizdir. BMT-nin qətnəmələri 32 kağızında qaldı. Bu şərəfsiz ermənilər quşqalçılıq bir yerdə heç kim adını tutmurdu. Yeniden Allah Müzəffər Ali Başkomandan canı sağ olasın, günə olsun, o Bütöv Azərbaycanın prezidenti olsun inşallah. İndi bilməm mətbuat, mən onun çıxışlarında derim. Yeganə dövlət ki, dünyada bütün səfərlərimizdə öz torpaqlarımızdır. Şimalda Dərbənd, Azərbaycan paytaxtı olur. Cənubda Təbriz, yanında da Cənubi Azərbaycan 5 milyona yaxın paytaxtımız olur. Bütöv Qərbi Azərbaycan bizim dədə-baba torpaqlarımızdır. Borçalı, Nadir Şahın vaxtında ora başlanılır. Süleyman Əməsi Kərkük və Cənubi Azərbaycandan 1926-cı ildə İraqa verilibdir. Yəni, hələ hədəflərimiz böyükdür. Tezdən inşallah Zəngəzur dərzini görüşək inşallah. Zəngəzurda inşallah. Bəli, və bu şərəfsiz ermələri Qafqazdan qonmaq lazımdır. Bizim bir derecimiz var. Ən yaxşı erməni öl ermənidir. Hər bizə Bütöv Azərbaycanı verirəm. Çox sağ olun, necə çəkmişsiniz. Benim şəhətən Ruşad olsun, başda Şıxı brigadasının Asiya zabitləri salamlayıram sağ qalanlara, uzun ömür can sağlığı və bir gün də yenə həm hərbçilərimiz postlarda şərəfsizlərlə üz-üzədirlər. Allah onları da qorusun. Tezdən Zəngəzur dəhlizində görüşmək ümidiyim. Amin inşallah. Çox sağ olun, mən də şad oldum ki, sizlərlə bir gün gəlib görüşdük. Həm bir qəhrəman döyüşçü, 1-ci Qarabağ Savaşı'nın döyüşçüsü, həm bir qəhrəman döyüşçünün atası olaraq sizlər var olasınız ki, siz gözəl qeyd edədiniz ki, bu döyüşdən yaralını da, şəhidi də, 50 də çıxardan bizim veteranlarımız olur. Veteranlarımızı gözəl vurguladınız ki, unutmaq olmaz. Veteranlarımız bayrağı sancan da veteranlar olur. Biri şəhiddir, biri əlil olur, bir də sağ qalır. Şimdi bu döyüşü biz görmüşük. Hamı qardaşlarımızı, Allah cəm şəhidlərimizin şəhadətini mübarək eləsin. Qazilərimizi, əllərimizi Allah şəfa versin, veteranlarımızdan sağ olun. Allah kömək olsun. Düzdür, o hədəflərimiz belə təhdid edir, ikili danışmaq istəmir, dərviş. Ləqəbi dərviş olur. Ləqəbi dərviş olur, 1-ci Qarabağ Savaşı'nın döyüşçülərini olub, Koroğlu'nun bir yerində Daşaltı əməliyyatı, Şuşa, bütün döyüş yerlərində olublar. Biz xariclik edarı fəndir, kiçilik də olsa, həm oğlunun döyüş yolundan, həm Ərinin oğlunun döyüş yolundan, öz döyüş yolundan, kiçilik də olsa bir xatırlatma. Mənim xoşum gəlmir, o da intervyu verib. Oysa, onu demək istəyərim, salamlayırım hamımızı. Qardaş, bu bizim borcumuzdur. Mən Rusiyyətdə yaşayırdım, evim, işim, hər şey var idi. Yanvar əsələrini gördüm, 90'ın mayında gəldim. Yanında birinci köylü batalyon, Azərbaycanın birinci batalyon, 701, 1810. Bu Azərbaycanın sarılamasını yaradanlarındandılar, qardaş. Əfsanəvi birinci batalyon. Demirəm, hamısı bizim kardeşlerimiz ama özəyini qoyun. Dava qırğınla biz milli ordunu yaratdıq. Heç şeyimiz yox idi. Heç öyle vaxt olur ki, güllərini öz pulumuzu almışdı. O vaxtlarda çətin vaxtlar idi. Ama bu insanları yığan bir yerə bunların ürəkləri çağırışı olur da. Çağırışı olur. Gözə bilməyiblər, ürəkləri çağırışına. Onlar milletin qaymağıydı o vaxt birinci batalyon deyiləndə. Milletin qaymağıydı. İndi demək istəyirəm ki, fikir verirəm bəzən də, bəzən söhbətlər olur ki, birincilər gedib itinləmə, ikincilər 44 günü. Amma onların yadda çıxarmadığı Füzuli müəllimi keçid yolu, oğlu da yolu keçir. Demək, burada nə çıxır? O çıxır ki, bunu
təbliğatı, atanın oğla. Mən oğlumu balacalıqdan böyüdürdüm ki, erməni bizim düşmənimizdir. Vətənpərvərdir. Bu böyütməyə lazımdır qardaşım, bu böyütməyə lazımdır. Oğlum dəstəklidən gəlmişdi, 7-8 ay, ama sentyabr